Bir neçə gün öncə Sülh Körpüsü təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa keçirildi. Tərəflər sülh və etimad mühitinin formalaşması istiqamətində mühüm addımların atılmasını müzakirə etdilər. Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin İrəvana bu ikinci səfəri hesab olunur. Ermənistana daha doğrusu səfər edən nümayəndə heyəti arasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdürü İlyas Hüseynov da var və salam İlyas müəllim. Salam, xoş gördük sizi. İlyas müəllim, elə ilk sualım ondan ibarət olacaq ki, təəssüratlarınızı soruşum. Ümumiyyətlə, təhlükəsizliyiniz öncə necə qarşılanmışdı, necə tənzimlənmişdi və təəssüratlarınız nədir? Minnətdaram dəvətə görə və mən artıq Sülh Körpüsü təşəbbüsünün 3-cü görüşündə iştirak edirdim. Bundan öncə İrəvan və Bakıda 5 nəfərdən ibarət vətəndaş cəmiyyəti üzvlərinin qarşılıqlı görüşü baş tutmuşdu və bu da mediada, ekspert icmasında geniş müzakirə olunmuş, rezonans doğurmuşdu, müsbət təəssüratlar yaratmışdı. Çünki biz yeni bir mərhələyə başlamışıq. Bu da sülh, etimad quruculuğu və vətəndaş cəmiyyəti vasitəsilə həm də ali səviyyədə rəsmilərin əldə etdiyi nailiyyətləri daha da genişləndirmək imkanları araşdırılır. Və bu baxımdan əlbəttə ki, ölkəmizi təmsil etmək, Sosial Tədqiqatlar Mərkəzini burada təmsil etmək çox qürurlu idi. Çünki biz tarixi bir an yaşadıq, tarixi bir missiyanı həyata keçirdik. Bu da Qazax istiqamətində Aşağı Askipara və Ermənistanın Voskopar kəndi yaxınlığında delimitasiya və demarkasiya olunmuş quru sərhədi keçdik. Bu da əlbəttə ki, sərhəd prosedur qaydalarının, dövlətin müvafiq qurumlarının razılaşması və yüksək peşəkarlığı sayəsində mümkün olduğu yeri gəlmişkən onlara da dərin minnətdarlığımızı ifadə edirik və ardınca biz tədbir keçirilən yerə yollandıq. Siz İrəvan dediniz, amma tədbir Çakkadzor şəhərində həyata keçirilirdi. Burada tərəfləri maraqlandıran önəmli məsələlər müzakirə olundu. Əsasən, ötən ilin 8 avqust tarixində Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsi, siyasi, iqtisadi, humanitar sahədə əldə olunmuş irəliləyişlər, nailiyyətlər müzakirə olundu və məhz bu kontekstdə həm də perspektivlərə də nəzər saldıq. Çünki taxıl tədarükü, neft məhsullarının tədarükü, eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin görüşlərinin təşkili bu pozitiv bir dinamika qatır sülh prosesinə. Nəzər almaq lazımdır ki, bizim heyətin tərkibində qeyri-hökumət təşkilatları, ekspert icmasını təmsil edən nümayəndələr və eyni zamanda media nümayəndələri var idi və bu da bizim nümayəndə heyətinin əhatəli və çoxşaxəli məzmunundan xəbər verir və məhz burada həm də sərhəd təhlükəsizliyi, çox həssas geosiyasi məqamda dövlətlərimizin gələcək baxışları həm də böyük maraq doğururdu. Eyni zamanda cəmiyyətlərimizi maraqlandıran, onları narahat edən məsələləri də biz qaldırdıq, erməni həmkarlarla müzakirə apardıq bu kontekstdə. Digər mühüm məsələ həm də rəsmi şəxslərlə bizim görüşlərimizdir. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Xarici İşlər Nazirinin müavini Vaxan Kastanyanla görüşlər keçirildi və burada da müvafiq suallar ünvanlandı onlara. Eləcə də təhlükəsizlik məsələləri, sülh prosesi müstəvisində həyata keçirilən işlər haqqında da biz fikirlərimizi bölüşdük. Ümumiyyətlə, bu cür görüşlərin keçirilməsi həm də cəmiyyətlərə həm də mesaj ötürmək, müxtəlif danışıqlar müstəvisində istiqamətlərlə bu pozitiv dinamikanı qoruyub saxlamaq məsələsi aktualdır və əlbəttə ki, ölkəmizin bugün sülh siyasəti prioritet bir mövqedədir. Şübhəsiz ki, Ermənistan daxilində də gedən proseslər bu sülh prosesinə təsirsiz ötüşmür və bilirsiniz ki, iyun ayında Ermənistanda həm də parlament seçkiləri keçiriləcək. Ardınca həm də konstitusiya dəyişiklikləri ilə bağlı
ehtimallar vardır və eləcə də sülh müqaviləsinin imzalanması bu sülh trekinin ən vacib komponentlərindən biridir və vətəndaş cəmiyyəti üzvlərinin də əsas məqsədi məhz sülh prosesinə töhfə vermək, burada fəal iştirak etmək, milli maraqlar kontekstində danışıqları irəliyə aparmaq və eyni zamanda qərar qəbul edici şəxslər üçün də müvafiq tövsiyələr, təkliflər irəli sürmək fəaliyyəti mövcuddur və bu baxımdan düşünürəm ki, bizim səfərimiz uğurlu oldu. Aydındır. İlyas müəllim, ümumiyyətlə, indi siz düzdür, qeyd olundu ki, dəyirmi masada sülhdən danışıldı, qarşılıqlı etimad mühitinin formalaşması müzakirə olundu. Ümumiyyətlə, reaksiyaları bilmək istəyərdim. O dəyirmi masada, belə deyək ki, siz 3-cü səfərdə, səhv eləmirəmsə, elə qeyd Mənim ilk etdiniz. səfərimdir. Bəli, səfəriniz ilk səfərdə, amma o təşəbbüs qrupunun içində, belə deyək ki, müzakirələrə qatılmağınız ilk deyildi. Yəni, bir irəliləyişlər varmı? Əlbəttə, irəliləyişlər var və ən çox mövqelərin uzlaşdığı, deyək ki, müxtəlif fikirlərin üst-üstə düşdüyü məsələ sülhün olması ilə bağlıdır və iqtisadi kooperasiyanın elementləri görünməkdədir. Məsələn, bu sahədə əldə olunan nailiyyətləri daha da irəliyə aparmaq siyasi iradəsi var. Mən bir qədər öncə qeyd etdim, yəni neft məhsullarının tədarükü, taxıl tədarükü son deyil, yəni gələcəkdə bu kimi əməliyyatların, iqtisadi fəaliyyətlərin qarşılıqlı, bərabər hüquqlu, iqtisadi faydaya əsaslanan məzmun alması ilə bağlı ortaq fikir vardır. Çünki artıq əldə olunan sülhü masa üzərində deyil, deklarativ kağız üzərində deyil, praktiki implementasiyası bugün əsas məqsəddir və sülhün artıq iqtisadi fəaliyyətlə daha da bərkidilməsi zənn edirəm ki, daha da sülhü dayanıqlı, ardıcıl edir. Və ona görə də düşünürəm ki, məhz bu kontekstdə fikirlərin birləşməsi və onları qarşıya aparmaq, irəliyə aparmaq mühüm məqsəddir. Çünki geosiyasi vəziyyət hamıya bəllidir. Lakin burada Azərbaycanla Ermənistan arasında etimadın daha da dayanıqlı olması əlbəttə ki, gələcək əməkdaşlıqların konturlarını da formalaşdırır. Və hesab edirəm ki, biz burada həm də bu nümayəndə heyətinin, hansı ki biz görüşdə iştirak etdik, həm də qarşılıqlı səfəri də mümkündür və orada artıq əldə olunan razılaşmaları və gələcək perspektivlə bağlı keçirilən müzakirələrin daha da genişləndirilməsi mərhələsinin şahidi ola bilərik. Ümumiyyətlə, vətəndaş cəmiyyəti dedikdə burada ayrı-ayrı sahələri təmsil edən önəmli fikir adamlarının müzakirəsi gedir və o müzakirələrdə konstruktivliklə yanaşı, yəni korrekt formada fikirlərin ifadəsi ilə yanaşı, əlbəttə gərgin müzakirələr də olur, ayrı-ayrı məsələlər ətrafında fikirlər bölüşülür, amma biz çalışırıq ki, o iti ucları belə keçə bilək və əlbəttə ki, öz mövqeyimizdə həm də daha geniş şəkildə qarşı tərəfə izah edər ki, onlar da öz auditoriyası ilə sülhün üstün tərəfləri haqqında pozitiv məqamları daha da genişləndirə bilsinlər. Reaksiyalara gəldikdə, əlbəttə ki, reaksiyalar müxtəlifdir, amma yəni cəmiyyətlərdə bu reaksiyaların hamısının eyni anda daha pozitiv olması çox yaxşı olardı. Lakin nəzərə almaq lazımdır ki, sülh uzun sürən və çətin bir prosesdir. Gələcək qoyulmuş doğrudur, yəni zamana ehtiyac var. Və bir önəmli məsələ bundan ibarətdir ki, biz tarixi dəyişə bilmərik. Tarixi dəyişdirməyə cəhd edə bilmərik, onu silə də bilmərik. Biz tariximizə böyük hörmətlə, ehtiramla yanaşırıq, onu qoruyuruq, müdafiə edirik, təbliğ edirik. Lakin gələcək bizim əlimizdədir. Gələcəyi özümüz proyeksiya edə bilərik, gələcəyi qura bilərik. Gələcək nəsillərin daha sağlam, təhlükəsiz şəraitdə yaşaması üçün bugün əlimizdən gələni etməliyik ki, onlar daha sağlam mühitdə, daha etibarlı bir zəmində yaşasınlar və məhz bu missiyanın elə fəlsəfəsi bundan ibarətdir. İlyas müəllim, ümumiyyətlə nümayəndə heyətinin tərkibinə baxanda mən gördüm orada ki, burada kommunikasiya, belə deyək ki, və digər o sərhəd məsələsi, bunlar prioritet oldu. Bəli. Amma bu layihələr də təbii ki, bu indi adını qeyd etdiyimiz bu kommunikasiyaların açılması və digər məsələlər, bunların hamısı layihələrdir. Amma belə deyək ki, xalq diplomatiyası baxımından hansı addımlar
atılacağı müzakirə olundu. Yəni ümumiyyətlə burada bir müzakirələr var idi, amma çünki bilirsiniz, məğlubiyyətə uğramış bir ölkə, yəni bunu biraz biz sosial şəbəkə üzərində də görürük ki, qəbul edə bilmirlər. Ümumiyyətlə orada vəziyyət necədir? Məsələn, onlarla necə söhbətlər aparılması nəzərdə tutuldu? Xalq diplomatiyası, ümumiyyətlə bu insanların belə deyək ki, bir-birlərinə adaptasiyası hansı formada addımlar atılacaq bu istiqamətdə? Bu da mühüm məsələdir, çünki qalib hüququnda biz danışıqlarda iştirak edirik. Amma sülh ilə bağlı da təklifləri Azərbaycan irəli sürmüşdür. Xatırlayırsınızsa 5 maddəlik sülh və nizamlanma ilə bağlı Azərbaycan təşəbbüs irəli sürdü və ardınca bu danışıqlar müstəvisinə daha da genişləndi, 17 maddə aldı. Sonra isə Vaşinqtonda paraflandı. Bugün isə yeni bir mərhələdir və əlbəttə orada mövcud reallığı zəmin üzərində, düşüncədə qəbul etmək önəmli bir hadisədir, missiyadır və artıq biz görürük ki, Ermənistanın rəsmiləri, hakim partiya, ictimai fəallar, beyin mərkəzi nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri bu reallığı qəbul edir və bu reallıqla barışır. Çünki əlbəttə əsas niyyət sülhdür. Biz sərhədi keçməklə sülhün real nəticələrini gördük, praktiki əhəmiyyətini gördük. Sülhdən öncə torpaqlarımız işğal olunanda hər iki tərəfdə tamamilə gərgin bir vəziyyət var idi. Agresiya var idi. Agresiya var idi, yəni bu radikal düşüncə, ritorika var idi. Bugün onun azaldığını görürük. O cümlədən də sizin qeyd etdiyiniz kimi sosial şəbəkələrdə də reallıq kontekstində, reallıq müstəvisində məsələlərə baxış sərgilənir. Və bu reallığın hazırki mərhələdə daha da genişləndirilməsi önəmli məsələdir. Eləcə də erməni cəmiyyətində bax o negativ köklərin baş qaldırmaması üçün hansısa bir radikal düşüncənin, revanşist təfəkkürün daha da genişlənməməsi üçün əlbəttə ki, Ermənistanın da vətəndaş cəmiyyəti üzvləri, eləcə də hakim partiya davamlı öz əhalisi ilə fəal iş həyata keçirməlidir və məhz bu kontekstdə də biz görürük sosial şəbəkələrdə reaksiyalarda da bir sıra dəyişikliklər var. Ümid edirəm ki, müsbətə doğru. Müsbətə doğru əlbəttə. Yəni bu missiyalar daha da artdıqca, genişləndikcə burada artıq müsbət ahval-ruhiyyə, müsbət düşüncələr, reaksiyalar daha da zənn edirəm ki, artacaq. Ümumiyyətlə, məhz elə bu vətəndaş cəmiyyəti üzvlərinin görüşlərinin də həm də mahiyyəti bundan ibarətdir ki, bu cür mənfi düşüncədə olan və ya neytral düşüncədə olan hər hansısa bir fikir bildirməyən şəxslərin də fikirləri həm də sülhə istiqamətlənmiş olsun. Çünki həm də referendumda, konstitusiya dəyişikliklərində biz bu aparılan işin həm də nəticələrini görə bilərik. Bu isə əlbəttə ki, regionun gələcəyinə də müsbət təsir göstərəcək. İlyas müəllim, bir məsələni də soruşmaq istəyərdim sizdən. Deməli, Azərbaycan qalib ölkə olaraq, az öncə özünüz qeyd etdiniz, sülh təşəbbüsü ilə regionda belə deyək ki, iştirak edir, daha sonra dəhliz verdi onlara, Azərbaycanın yanacağı Ermənistana getdi və s. və ilə axırı. Ümumiyyətlə, faktiki olaraq bu istiqamətdə bir neçə nüansları biz sadalaya bilərik. Faktiki, yəni Azərbaycanın atdığı real addımlardan söhbət gedir. Bəs Ermənistan özü necə? Yəni, belə deyək ki, qalib ölkəyə qarşı hansı real addımları ata bilər? Orada qaldıran məsələlər sırasında belə bir fikir də var idi ki, yəni Ermənistan da hansısa Azərbaycanın aldığı tələbatı olan məhsulların ölkəmizə göndərilməsi, ixracı prosesində iştirak edə bilər. Əlbəttə, bu iqtisadi blokla bağlı məsələlər müzakirə olunur və fikir mübadiləsi aparılır. Düşünülür ki, hansı istiqamətdə bu əməkdaşlığı formalaşdırmaq mümkündür. Yəni, belə bir gözlənti var. Digər tərəfdən, əlbəttə, cəmiyyətlərin də bir-birindən uzun illər ərzindəki bu etimadsızlıq və baş vermiş ümumi negativlər, fəlakətlər müstəvisində bu etibar itmişdir. Bu etimadı da möhkəmləndirmək, qurmaq, yaratmaq, genişləndirmək heç də asan məsələ deyil. Və eləcə də baxmayaraq ki, biz sülhdən danışırıq, sülh, təhlükəsizlik, sabitlik, əmin-amanlıq,
dövlətlərin birgə fəaliyyəti, gələcəkdə diplomatik münasibətlərin qurulması və digər bizim önəmli siyasi gündəliyimiz var. Lakin burada o hələ də şübhələr, gözləntilər, müxtəlif düşüncələrin negativ və ya ziddiyyətli olması ehtimallarını aradan qaldırmaq üçün bu müzakirələr önəmlidir. Çünki tərəflər bir-birinə inandığı surətdə artıq şübhələrə də, müxtəlif gözləntilərə də yer qalmayacaqdır. O cümlədən də yəni bu həm də intellektualların, fəalların, ictimai rəyə təsir edə bilən şəxslərin, hansı ki siz qeyd etdiniz, bu negativlər var. Biz də onları görürük, monitorinq eləyirik. Onların mənbəyini, mahiyyətini, kənar müdaxilələrin haradan qaynaqlandığını, kənar mərkəzlərin burada hansı məqsədlər gütdüyünü çox yaxşı bilirik. O cümlədən də bax burada artıq səylərin birləşdirilməsi və məsələ vahid mövqedən çıxış etmək regionu kənar risklərdən qoruya bilər. Bu çox önəmlidir. Yəni burada artıq qarşılıqlı fikir mübadiləsində həm də regionun özəllikləri, geopolitik mentallığı, siyasi iqlimi həm də araşdırılır və məsələ sərhəd təhlükəsizliyi məsələlərində bu cür məsələlər müzakirə olundu və ona görə mən qeyd etdim ki, heç də hər şey çox hamar deyil, amma müzakirələr nəticəsində biz ortaq məxrəcə gələ bilirik. Bəs necə düşünürsünüz? 2026-cı ildə real olaraq Ermənistanla sülh bağlamaq mümkündürmü? Proseslərə əgər nəzər yetirsək? Bu çox düşündürücü məqamdır. Çünki burada vətəndaş cəmiyyətlərinin, rəsmilərin apardığı iş, regionda, dünyada gedən geosiyasi, qlobal transformasiyalarda həm də bu sülhə təsir edir. Biz bunu istəsək də, istəməsək də belədir. Amma elə məsələlər var ki, bizim iradəmizdən asılıdır. Bu məsələlərin öz həllini tapa bilər və elə bunun üçün də çalışır Azərbaycan dövləti. Eləcə də Cənab Prezidentin həm də Fransa 24 kanalına, Münhen Təhlükəsizlik Konferansındakı çıxışlarına nəzər salanda da deyə bilərik ki, Azərbaycan sülh üçün maksimum əlindən gələni edir, lakin burada həm də qarşılıq prinsipi də gözlənilməlidir. Ermənistanın da ev tapşırığı var, bu məsələlərlə bağlı iradə nümayiş etdirməlidir. Bəli, Ermənistan ətrafında gedən proseslər də öyrənilir, araşdırılır, tədqiq olunur, lakin burada bir qədər öncə də qeyd etdiyim kimi etimad və eləcə də verilən vədlərin yerinə yetirilməsi sülh prosesində həm də ola bilər ki, sizin də qeyd etdiyiniz kimi ilin sonunda sülh müqaviləsinin imzalanması, ardınca onun ratifikasiyasını həyata keçirmək mümkün olsun. Amma şübhəsiz ki, kənar müdaxilələrin neytrallaşdırılması, sülh ilə bağlı vahid mövqeyin öyrənilməsi və möhkəm siyasi iradənin olması həlledicidir. Bilirsiniz də, bu sülh prosesinin, ümumiyyətlə sülh sənədinin imzalanması üçün Azərbaycanın əsas tələbi də ondan ibarətdir ki, Ermənistan konstitusiyasında dəyişikliklər etsin. Keçən dəfə idi, səhv eləmirəmsə, Ermənistan Ədliyyə Naziri açıqlama vermişdi ki, artıq proseslərə başlanacaq martda, 6 ay ərzində məsələ yekunlaşacaq. Elə sizin efinizdə bu məsələni müzakirə etmişdik. Bəli. Bu məsələ ilə bağlı da soruşmaq istəyərdim. Konstitusiyalarında dəyişiklik edəcəklərmi? Çünki bu nüans Azərbaycan üçün olduqca vacibdir. Əsas birinci məsələdir, deyərdim. Bu məsələ də vətəndaş cəmiyyəti üzvlərinin müzakirəsində qaldırıldı və burada əlbəttə vəd olunduğu kimi Ermənistanın Ədliyyə Nazirliyi mart ayında konstitusiyanın, onlar əlavələr və dəyişikliklər kimi bunu yox, yeni konstitusiya kimi, yəni 4-cü Respublika kimi görürlər və yeni konstitusiyanın mətni açıqlanacaq. Burada preambulanın, hansı ki bizi narahat eləyir, tamamilə ləğvi və digər məsələlərin bura daxil edilməsi gözlənilir, ehtimal olunur. Burada da Avrointeqrasiya, Avropa strukturlarına Ermənistanın daha da yaxınlığı, vizanın sadələşdirilməsi, digər məsələlər də proqnozlar arasındadır. Amma ümumiyyətlə yeni konstitusiya bəyan olunacaq, ardınca isə seçkilər və seçkidən sonra konstitusiya dəyişiklikləri ilə bağlı ehtimallar var. Və zənn edirəm ki, may ayına qədər bu cür məsələlər daha da aktual olacaq, müzakirə olunacaq Ermənistan cəmiyyətində debatlar, müxtəlif polemikalar bu xüsusda icra olunacaq. Çünki daha sonra isə seçki qabağı dövrdür və burada da sırf seçki məsələləri gündəmdə olacaq. Yəni bu təbliğat, təşviqat dövrünü əhatə eləyəcək.
hakim komandanın, mövcud siyasi kursun etimad qazanacağı və elektorat tərəfindən müsbət rəy veriləcəyi təqdirdə əlbəttə ki, burada konstitusiya dəyişiklikləri ilə bağlı fəaliyyətin daha da intensivləşdirilməsinin biz şahidi olmaq istəyirik. Digər məsələ, əlbəttə erməni ekspertlərin bəzilərinin Ermənistanın Konstitusiya Məhkəməsinin rəy verməsini gündəmə gətirirlər. Bu da düşünürəm ki, tamamilə əsassızdır. Çünki referendum ilə bağlı fikir artıq lider tərəfindən və müvafiq struktur, yəni Ədliyyə Nazirliyi tərəfindən ifadə olunmuşdur. Biz indi bu prosesin gedişatına baxacaq. Yəni Azərbaycan tərəfi diqqətlə prosesləri izləyir. Konstitusiya mətni və ondan sonraki reaksiyalar həm də seçkilərə, seçkilərdən sonra isə referenduma, sülh müqaviləsinin imzalanmasına və paraflanmasına təsir edəcəkdir. Yəni Azərbaycan tərəfindən müvafiq reaksiyaları verərək bu prosesə daha da önəmli yön verəcək. Aydındır. Çox sağ olun, təşəkkür edirəm sizə. Qeyd edək ki, Azərbaycanın nümayəndə heyətinin Ermənistan səfərindən danışdıq. Qonağımız Sosial Tədqiqatlar Mərkəzinin sektor müdürü İlyas Hüseynov idi. Bununla da Orta Gün bugünlük işini yekunlaşdırdı. Sabah yenidən görüşəcəyik.